salamlayıram ilk öncə. Bugünkü video izahımız, dərs izahımız 11-16-cı əsr şərq mədəniyyətin mövzusu olacaq. Gəlin başlayaq video izahımıza. Deməli, 11-ci əsrdə ilk olaraq ilk universitetlər yaranırdı ki, bunlardan biri də Nizamiye Ali Mədrəsəsi idi. Nizamiye Ali Mədrəsəsi Alparslan, yəni Səlcuq Sultanı Alparslanın göstərişi ilə Nizami Mülk tərəfindən açılmışdı. Nizamiye Ali Mədrəsəsi, yəni dünyada yox, müsəlman şərqində ilk universitet hesab edilir. Bu universitetdə Xətib Təbrizidə dərs demişdir. Daha sonra bu universitetə kimi Təbrizdə də Fəzlullah Rəşidəddin 14-cü əsrdə Rəşidiyyə mədrəsəsini açmışdır. 15-ci əsrdə isə Uluqbəy, yəni Teymur hökmdarı Uluqbəy də mədrəsələrə diqqət etmişdi, mədrəsələrin tikilməsinə. Daha sonra isə biz Ömər Xəyyamdan danışacağıq ki, Ömər Xəyyam həm şair idi, həm riyaziyyatçı idi, həm filosof, həm də astronom idi. Ömər Xəyyam Məlikçahan şərəfinə Cəlali təqvimi hazırlamışdı. Həmçinin Ömər Xəyyam İsfahan rəsədxanasına rəhbərlik etmişdir. Mahmud Qaşqari isə ulduz bürclərinin dövrü adını türk dilində vermişdi. Yəni bizim bildiyimiz bu atili, itili, yəni bunların türk dilində adlarını vermişdi. Kim? Mahmud Qaşqari. Daha sonra biz danışacağıq Uluqbəydən ki, biz Teymuri dövlətini keçirəndə Uluqbəy hökmdarın adını çəkmişdik. Demişdik ki, o hökmdar kimi zəif hökmdar olsa da, amma çox məşhur bir astronom olmuşdu. O, Səmərqənd rəsədxanasının tikilməsinə rəhbərlik etmişdi Uluqbəy. Ay və Günəşin orbitlərini müəyyənləşdirmişdi ki, buna görə də onun adı ayın xəritəsinə daxil edilmişdi, yəni Uluqbəyin adı. Daha sonra biz coğrafiya elminin inkişafında Çinli dənizçilərin də adlarını qeyd edəcəyik. Bu Çinli dənizçilər Hindistandan Afrikaya kimi bütün ölkələri öyrənmişdilər. Daha sonra biz Darüşşəfalardan danışacağıq ki, Darüşşəfalar, yəni xəstəxanalar demək idi ki, həmin bu xəstəxanalar bir Osmanlıda, Ədirnədə, Azərbaycanda isə Təbrizdə var idi. İlk farmakologiya kitabı, yəni dərman məhsullarını öyrənən elmdir. Farmakologiya kitabında Çinlilər yazmışdı. Həmçinin Çinlilər barıt və metal topu da ixtira etmişdilər. Gəldik memarlıq hissəsinə ki, memarlıqdan danışacağıq ki, 13-cü əsrdə Qütb Minar, Qütbəddin Aybəkin adı ilə bağlı idi ki, Dehli Sultanı, yəni bu Dehlidə yerləşirdi. Qütb Minar 13-cü əsrə aiddir. Bir də o kitabda yoxdur, amma dərslikdə var. 12-ci əsrdə Qüvvət-i İslam məscidi. Bu da Dehli Sultanlığına aid deyil, amma Dehli şəhərində yerləşirdi. Daha sonra Əmir Teymur və onun varisləri ilə bağlı olan memarlıq abidələrindən adlarını çəkəcəyik ki, Gür Əmir türbəsi, Şah İzzində məqbərəsi, bir də Uluqbəy rəsədxanasının adını çəkəcəyik. Daha sonra 15-ci əsrdə İstanbulda 3 memarlıq abidəsinin adını qeyd edəcəyik. Bunlardan biri Çinli köşkdür. Daha sonra Topqapı sarayı, bir də Fənərbağça saraydı ki, 15-ci əsrdə İstanbul, yəni İstanbulun da Osmanlı ərazisində yerləşirdi. 16-cı əsrdə isə biz danışacağıq Piri Rəisdən ki, Piri Rəis 1513-cü ildə dünyanın böyük xəritəsini hazırlamışdı və bu xəritəni Osmanlı Sultanı Sultan Səlimə təqdim etmişdi. Həmçinin Piri Rəisi Bəhriyyə adlı dəniz atlasını da hazırlamışdı ki, həmin bu dəniz atlasını da Sultan Süleymana təqdim etmişdi. Daha sonra biz katib danışacağıq ki, bu da həmçinin tarixçi idi, hüquqşünası idi, coğrafiyaya dair, belə deyək də, hüquqa aid, tarixə aid, coğrafiyaya dair əsərlər yazmışdı.
Övliya Çələbi 10 cildlik Səyahətnamə əsərinin qeyd edəcəyik. Sinan Xoca isə məşhur memar Sinan Xoca. Onun deməli Şəhzadə Camisi, Süleymaniyyə Camisi və Səlimiyyə Camisi vardı ki, bunlar da yəni 16-cı əsrdə Osmanlıda tikilmiş memarlıq abidələri deyəndə bu üç memarlıq abidəsinin adını görəcəyik ki, Şəhzadə Camisi, Süleymaniyyə Camisi və Səlimiyyə Camisi. Səlimiyyə Camisi 2-ci Səlimin göstərişi ilə Sinan Xoca 90 yaşında hazırlamışdı Səlimiyyə Camisini. 1568-ci ildə tikintiyə başlanılır və 1575-ci ildə başa çatmışdı tikintisi. Səlimiyyə Camisini o ustalıq, yəni şah əsəri, yəni hesab etmişdi Sinan Xoca. Həmçinin 2011-ci ildə UNESCO-nun Ümumdünya siyahısına daxil edilmişdi. Belə 11-16-cı əsr şərq mədəniyyəti ilə bağlı vacib əsas məqamları qeyd etdim.